Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə məxrəcləri bərabər olan kəsirlərin toplanması və çıxılması mövzusu ilə bağlı olacaq. Bu da çətin bir mövzu deyil, çox sadə bir mövzudur. Gəlin testlər və çalışmalar üzərində daha möhkəm öyrənmiş olaq. Birinci sualda deyim, misalın doğru cavabı hansı variantda verilib? Deməli, uşaqlar, biz bilirik ki, məxrəcləri bərabər olan kəsirləri toplamaq və çıxmaq olanda, yəni çıxanda məxrəc olduğu kimi qalır. Yəni məxrəcləri nə toplayırıq, nə də başqa bir ədədə çeviririk. Sadəcə olduğu kimi saxlayıb sürətləri toplayırıq. 6-nın da üstünə 8 gələndə 14 eləmiş olacaq. Deməli 24-də 14 bizim düzgün cavabımızdır. 2-də deyir 7-də 3 ilə 7-də 2-nin cəmi hansı kəsirə bərabərdir? Məxrəci olduğu kimi saxlayırıq. Sadəcə sürəti toplayıb 7-də 5 cavabını ala bilirik. Mən məxrəcləri bərabər olan 2 kəsir topladım və nəticədə 1 aldım. Biz bilirik ki, sürət və məxrəc eyni olanda, yəni eyni bir ədəd olanda, deməli həmin kəsir 1-ə bərabər olmuş olur. Deməli, sadəcə burada deyir ki, əgər birinci kəsirin sürəti 4, ikinci kəsirin sürəti isə 8 olarsa, yəni 12. Baxın, 4 ilə 8-i topladıq, 12 aldıq. Deməli, məxrəc də 12 olmuş olacaq. Deməli, bu kəsir hansı kəsirdir? 12-də 4 və 12-də 8, yəni C variantı. Hansı bənd doğrudur? 4-də deyir. Baxırıq, görürük. 12-dən 5 çıxanda 7 ilə A variantı düzgündür. 15-də 4-dən 15-də 2 çıxsaq, 15-də 2 alınar. Cavab A variantı. 6-da deyir ki, 78-də 63, üstə gəl 78-də 3 cəmindən. Aha, 70-də 8, 63, üstə gəl 78-də 3 bərabərdir. 78-də üzrlü sayın 66. Yəni 78-də 66-dan çıxırıq, 78-də 30 kəsirini çıxaq. Bu da eləyir 78-də 36. Bir saniyə rəngi dəyişim. Bəlkə də seçə bilmirsiniz. Aha, cavabımız elədi 78-də 36. Yer alınan cavab hansı bənddə doğru verilməyib? Aha, 78-də 36-dır, verilib. 2-yə bölsək 18, yəni ixtisar eləsək, 2-yə bölsək 39, deməli B-də verilib. Yəni B də uyğun gəlir. 6-ya bölsək 36-nı 6-ya bölsək 6, 78-i 6-ya bölsək 13 eləyir. Buna da bərabərdir. Amma 68-də 26-ya bərabər ola bilməz. Cavabımız D variantı. Baxırıq. Bir saniyə, mən bunu silib. Baxırıq 7-ci tapşırığa. Səma bazardan aldığı meyvənin 13-də 4 hissəsindən mürəbbə bişirdi. 13-də 7 hissəsini kompota hazırlamaq üçün ayırdı. Ümumilikdə 13-də 11 hissəsini ayırıb, belə deyək. Yerdə qalan hissəsini isə masaya qoydu. Neçə hissəsini masaya qoydu? Təbii ki də ümumilikdə 13-də 13-dür. 13-də 13-dən də çıxaq 13-də 11-i bərabərdir. 13-də 2 D variantı. X-in hansı qiymətində bərabərlik doğru olar? Məxrəclərə dəymirik, heç görmürük. 2 ilə 5-i toplasaq 7. Deməli, buradakı cavab 7-dir. Məhsul toplananda tapmaq üçün nə edirik? 12-dən 7 çıxırıq, cavabımız 5. Yəni, cavab C variantı. Baxırıq 9-cu tapşırığa. 9-cu tapşırığa. Boş xanaya hansı müqayisə işarəsi yazılmalıdır? Deməli, 5-də 4. Baxaq, 5-də 4 mü böyükdür? 8-də 4 mü? Surətləri bərabər olub, məxrəci kiçik, kəsir böyükdür həmişə. Ona görə də olacaq A variantı. Deyir ki, B 13-də 3-dürsə, yəni, bir saniyə yaza bilmədim yenə. 13-də 3-dən çıxırıq 13-də 1-i bərabərdir. 13-də 2, cavab C variantı. Çalışmalarına baxaq.
Sadəcə cəmi tapın deyir. 4-də 1 üstəgəl 4-də 3 üstəgəl 4-də 1 eləyir 4-də 4. Bu da bərabərdir 1. 8-də 3 üstəgəl 8-də 2 eləyir 8-də 5. 3-də 1 üstəgəl 3-də 1 eləyir 3-də 2. 6-da 3, 6-da 2, 6-da 5. Burada eləyir 23-də 17. Burada 14-də 13. Cəmi tapımı ixtisar edin, yaxşı. 8-lər, yəni 8-ləri demirik, ümumiyyətlə məxrəci olduğu kimi saxlayırıq. 2 üstəgəl 3, 3 üstəgəl 2, 5, o da 1, 6. Deməli 8-də 6-dır. İxtisar eləsək 2-yə eləyəcək 4. 2 ixtisar eləyəcək, daha doğrusu 3. 2 ixtisar eləsək 4. 4-də 3 kəsrini almış olaraq. Deməli burada da 11-də 5, 11-də 11. Burada cavab 1 olmuş olacaq. 9, o da 3, eləyir 12. 18-də 12-ni ixtisar eləsək 6-ya. Deməli, düşəcək 6 dəfə, düşəcək, deməli, 3 dəfə, daha doğrusu 6-yı ixtisar eləsək 2 dəfə, 3-də 2 almış olarıq. 15-i olduğu kimi saxlayırıq. 10, o da 2, 12. 4-ü ixtisar eləsək 3 dəfə, daha doğrusu 3-ü ixtisar eləsək 4 dəfə, 3-ü ixtisar eləsək 5 dəfə, 5-də 4 kəsirini almış olarıq. Burada da 9-da 6, 3-ü ixtisar eləsək 2 dəfə, 3 dəfə. Burada da 14-də deməli 10, ixtisar eləsək neçəyə? 2-yə 7 dəfə, 5 dəfə. Bu formada olmuş olacaq. Baxırıq digərlərinə. Cəmi birə bərabər olan kəsrləri seçin və toplayın. Aha, yəni məxrəci 7-dirsə, deməli surəti də 7-yə çatdırmalıyıq. Deməli burada 1-in üstünə 6 gəlməliyik ki, 7 eləməlidir, düzdür. Deməli 7-də 1, 6 olmadığına görə getdi. Daha sonra 5 də getdi. Burada olacaq bu formada. 7-də 7, bu da bərabərdir 1-ə. 17 istəyir. Təbii ki də burada 8 ilə 9-u toplayanda 17-də 17 eləmiş olacaq. Bu da 1-ə bərabər olmuş olacaq. Baxırıq 21, neçəni yazsaq 11, deməli. Burada da 21-də 2, üstəgəl 21-də 19 ilə toplasaq 21-də 21 eləyəcək. Bu da 1-ə bərabər olmuş olacaq. Digərinə baxırıq. Deməli 19-da 19 alındırmaq üçün 3 getdi, 6 da getdi. Bəli, 12 üstə 7, 19-da 19 eləmiş olacaq. Bu da 1-ə bərabər olmuş olacaq. Burada da fərqi tapın deyir. 9-da 5, 17-də 6, daha sonra 43-də 22, daha sonra baxırıq 8-də 4, 35-də 7, 28-də 5 olmuş olacaq. Ümidvaram ki, başa düşürsünüz yavaş-yavaş. Deyir, kəsirləri, əvvəlcə kəsirləri ixtisar edib eyni məxrəcə gətirin, daha sonra isə fərqi tapın. Yaxşı. Elə 4-ün özünə ixtisar eləsək, deməli, daha sonra, yox, 2 ixtisar eləsək 2, 2 ixtisar eləsək 8. Bərabərdir 8-də 3. Bu 8-də 3 eləmiş olacaq. Daha sonra eyni məxrəcə burada gətirib 5-ə bölsək 5, 5-ə bölsək 12. Bu da bərabərdir 12-də 4. Daha sonra baxırıq 6-ya ixtisar eləsək 6, 6-ya ixtisar eləsək 2. Bu da daha doğrusu yox, 4-ə ixtisar eləsək, üzrlü sayın. 4-ə ixtisar eləsək 9, 4-ə ixtisar eləsək 3. Bu da 9-da 5 olmuş olacaq. Daha sonra deməli 2 ixtisar eləsək 7, 2 ixtisar eləsək 4, bu da 7-də 2 olmuş olacaq. Deməli 5 ixtisar eləsək 10, daha doğrusu 5 ixtisar eləsək 10, 5 ixtisar eləsək üzrlü sayın. Aha. 5, 10'a ixtisar eləsək 5, 10'a ixtisar eləsək 10. Bu da 10'da 2 olmuş olacaq. Burada da
Deməli, 3-ə ixtisar eləsək 13, 3-ə ixtisar eləsək, deməli 8 olmuş olacaq 13-də. 11-dən də 8 çıxanda 3 olmuş olacaq. Deməli uşaqlar, bugünkü izahımız bu qədər. Ümidvaram ki, başa düşmüsünüz. Növbəti səhifəni, yəni digər səhifəni özünüz həll etməyə çalışarsınız. Bugünlük izahımız bu qədər. Hələlik.